İstanbulda aralarında sənədləri qaydasında olmayan, doğum şəhadətnaməsinin yoxluğu səbəbindən təhsildən uzaq düşən və imkansızlıqdan tədris proqramına qatıla bilməyən Azərbaycanlı uşaqların təhsil aldığı Mübariz İbrahimovun adını daşıyan məktəb tipli dərnək barədə Real TV-də reportaj yayımlanmış. Bu reportajda onların üzləşdiyi problemləri işıqlandırmışdıq. Azərbaycan tərəfi məsələyə operativ reaksiya verib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti bugün məktəbə baş çəkdi və burada təhsil alan uşaqların mövcud problemləri ilə maraqlandı. Sizin arxanızda atalarınız, analarınız, müəllimləriniz olduğu kimi Azərbaycan dövləti də var. Məktəb tipli dərnəklə tanış olduqdan sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Reala atılacaq addımlarla bağlı açıqlama verdi. Müəllimlərin də bir daha ədəbiyyat kitablarını istəməsi, dastanları, əfsanələri, nağılları, yəni ibtidai siniflər üçün istəməsi çox gözəl oldu. Biz də o ədəbi kitabların hamısını, nağılları da bunları da göndərəcəyik. Mən doğrudan da biraz həm məmnun edicidir ki, heç olmasa uşaqlar küçələrdə qalmırlar, heç olmasa dərslərini oxurlar. Bizim Dövlət Komitəsi olaraq əsas istəyimiz ondan ibarətdir ki, və bu gün onun yönündə də fəaliyyət. Cənab Prezident bilirsiniz, bizə və digər dövlət qurumlarına tapşırır ki, burada qanunsuz və qeydiyyatssız yaşayan Azərbaycanlıların birincisi sənədlərlə təmin olunmasıdır. Çünki çoxlarının 15 il burada, 10 il burada yaşamasına baxmayaraq pasportları belə, qeydiyyatları belə yoxdur. Doğulan uşaqların çoxlarının heç doğum haqqında şəhadətnamələri yoxdur. Bu günləri Dövlət Komitəsinin qarşısında duran ən mühüm məsələlərdən biri bunların sənədlərlə təmin olunmasıdır ki, və gələcəkdə də bəlkə də rəsmi məktəbdə oxuyaraq ki, rəsmi məktəbləri oxusunlar və attestat və məktəb bitirmələri haqqında sənəd alsınlar. Düzdür, bu günləri əmək sərf olunur, bu dərnək sayəsində qurulan bir məktəbdir ki, uşaqlar təhsilsiz qalmasın. Sabahların 5-ci sinifdə, 6-cı sinifdə əgər hər hansı bir doğrudan da bir rəsmi məktəb açılarsa, onlar ortalarda qalmayıb təhsillərini davam eləsinlər. Və biz də bu yöndə əlimizdən gələni bu dərnəyə edəcəyik. Kitablarla, dəftərlərlə, lazım olan dərs ləvazimatları ilə Təhsil Nazirliyindən aldığımız yeni dərsliklərin hamısı bura göndərilir, artıq yoldadır. Gələn həftə bu dərslikləri alacaqlar. Yenə deyirəm, əsas niyyətimiz ondan ibarətdir ki, burada olan uşaqlar doğrudan da Azərbaycan vətəndaşı kimi üzərində Azərbaycan kimliyini, şəxsiyyəti və vəsiqəsini, pasportunu gəzən Azərbaycan vətəndaşı kimi böyüsünlər. Cənab Prezidentimizin qarşımızda qoyduğu vəzifə bundan ibarətdir. Təkcə bunlar deyil, onların valideynlərinin də kimliklərlə və şəxsiyyət vəsilələrlə, oturum izinlərlə təmin olunmalıdır. Yəni, əsas istəyimiz budur. O yüzdən də bura gəldik, o tapşırıqla burada gəldik və mən əmin edirəm dərnəyi də, burada oturan müəllimləri də, dərs verən müəllimləri də, bu bizim balaca gül balaları da ki, ürəkləri, istədikləri, nə istəyəcəklərsə, nə arzu edəcəklərsə, Azərbaycan dövləti onların arxasındadır. Cənab Prezidentlər tapşırıq da bundan ibarət ki, bunlar Azərbaycan vətəndaşı kimi böyüsünlər. Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi doğum şəhadətnaməsi olmayan Azərbaycanlı uşaqların və ümumiyyətlə Türkiyədə qeyri-qanuni məskunlaşan Azərbaycanlıların sənədləşmə işlərinə yardım edəcəklərini və bu işin yekunlaşacağı vaxtı da açıqladı. Valih müəllim, sənədləşmə məsələsi əsasdır. Ümumiyyətlə aydınlaşdırılıb mı nə qədər sənədsiz uşaq var İstanbulda və ümumiyyətlə Türkiyədə və hansı işlər görüləcək? Çoxdur. İşlər artıq görülür. Çoxdur, çünki bunların bilirsiniz, arxivdən qaldırılıb, bunların birincisi valideynlərin kimlikləri lazımdır. Çünki çoxdan yenə qeyd elədim ki, doğum haqqında şəhadətnamələr belə yoxdur. Bunların valideynlərin kimlikləri veriləcək. Bu valideynlərin kimliklərinə görə, pasportlarına görə oturum izinləri rəsmi alınacaq və ondan sonra uşaqların hamısına sənədlər veriləcək. Müəyyən vaxt varmı ki, hansı müddət ərzində başa çatır? Mən elə bilirəm ki, 2020-ci ildə tamamilə bu işi bitirəcəyiz. Qeyd edək ki, Türkiyədə qeyri-qanuni yaşayan Azərbaycanlı ailələrin bəziləri imkansızlıq səbəbindən övladlarını təhsil dalıca deyil, erkən yaşlarında işləməyə göndərmək məcburiyyətində qalırlar.